müəllifə o dərs üzrə sizə imtahan keçiriləcək. Qabiliyyət, elə sadəcə olaraq not tanıyan, tanıyan müəllimələri biz yoxlamış ediləcək. Amma işdən çıxma söhbəti olmayacaq. Bizə qol çəkdirirlər. Hətta bizi evdən də, məsələn, dərs günü mənə verildi. Məni çağırdılar ki, müəllimə, durun gəlin, yəni qol çəkin. Hətta mən müəllimələrdən öz ətrafından soruşdum. Onlar da dedilər ki, vallahi mənə də zəh vurub çağırdılar ki, durun gəlin qol çəkməlisiniz, siz bu sənədləri. Mən evdə uşağımı qoydum, durdum, çıxdım, gəldim, qol çəkdim. Bizə dedilər ki, imtahan olacaq, kəsir olmayacaq. Sonra məlumat verdilər ki, hansı ki müəllimənin dərs stavka yarımdırsa, bir stavkanı saxlamaq məqsədi saxlanılacaq. Bir əgər kəsilən müəllimələr, bir stavka saxlanılacaq. Stavka yarım, amma yarım stavka kəsiləcək. Bir stavkada müəllimələr qalacaq. Amma indi o həmin stavka tərtəmiz ləğv olunur. Müəllimələr də işdən çıxarılırlar. Xitam verilir. Hətta bəzi çox məktəblərdə xitam verilir ki, müəllimələr işdən çıxsın. Çıxarılır. Elə bu gün özündən bizim məktəbin özünə gəlib ki, müəllimələr xitam verir. İşdən çıxsın. İmtahandan bəs çox imtahanda hər hansı belə deyil, sizə mən imtahanda özümə yox, suallar verdilər. Amma mən deyim də, mən orada deyirlər ki, mən əsas qarmondur, mən ümumi deyirəm də, nəfəri, mən qarmondur, klarnetdir, qava uşaqlar, şagirdlərə piano dərs deyirəm. Bizdə yəni xırda əsərlər keçirirlər, nə böyük əsərlər keçirirlər. Bizə demişlər 7 illik əsasında, amma məsələn, nəzəriyyə suallar, mən verirlər də suallar, çətinliklər oldu. Bəli, həyəcan olur istərsə, mənim özümdə... Sizin ixtisasınıza aid olmayan suallar verildi, yoxsa necə? Yox, aid olan suallar verildi verilməyə, amma insan özündə həyəcanda olur. Mənim özümdə də həyəcan var idi. Hətta onlar gördülər ki, biz həyəcanlıyıq. Yaxşı, həyəcanlı olan müəllimələri nəzərə almalıdırlar ki, deməliyirlər ki, heç olmasa müəllimə siz gedin, məsələn, həyəcanlısınız. Hətta özləri də gördülər ki, mən orada pis oldum. Mənə dərman gətirdilər, içirdilər. Ondan sonra mən ikinci dəfə otağa girdim. Onlar deməliyirlər ki, yaxşı, gedin bir aydan sonra sizin həyəcanlısınız. Mən dərmanlar qəbul edirəm. Hətta sumkamda o dərmanları mənim niyyətimdə bilirsə özümdə saxlayır. Hər şeyi nəzərə almalıdırlar da, hər şeyi. Elə müəllimə var, 15 dəqiqə oraya girib çıxır, imtahan verib. Elə müəllimə var, düz 45 dəqiqə, 1 saat sual cavab olunur. 15 dəqiqə girən müəllimələri imtahandan kəsməyiblər, imtahana veriblər. Amma 1 saat girib imtahanda suallara cavab verən müəllimələr hamısını sıfırlayıb göndəriblər. Bəs deyirlər sizi kursa göndərmək göndərmirlər. Əvvəl dedilər ki, dövlət kursa göndərəcəklər. Öz hesabınıza. Biz dedik, razıyıq, dövlət göndərsin də öz hesabını. Mən şəxsən razıyam ki, öz hesabınıza göndərsinlər. Çünki mən evin özüm tək qadınam. Yoldaşım yoxdur. 17 ildir uşağıma özüm tək baxıram. İşlədiyim, qazandığım yerdə texnik məktəbidir. Bilin mən özüm nə işləməliyəm? Bu yaşdan sonra mən gedim harada nə işləyəcəm? Neçə ildir orada çalışırsınız? 20 il. Mən harada işləyə bilərəm? Mən sizə sual verim, harada işləyə bilərəm? Bu gündən sonra mən harada işləyə bilərəm? Yox. Artıq verilibdə sizin? Xitam verilib, bizim məktəbə gəlib. Düzdür, müəllimələrin bir səslədilər ki, rəsmi məhv xəbər elədi ki, xitam verildi məktəbimizə müəllimələr. Nə vaxt olmuşdu imtahana, nə vaxt daxil olmuşdu? Yadımdan saxlamaq.